Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib. Hərbi İnstitutda keçirilən mərasimdə Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin Hərbi İnstitutunun ərazisində ucadılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirə kompleksi ziyarət olunub. Qarşısına qızıl güllər düzülərək xatirələri hörmətlə yad edilib. Hərbi orkestrın müşahidə ilə Azərbaycanın dövlət himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutunun döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib. General-Polkovnik Zakir Həsənov çıxış edərək mərasim iştirakçılarını təbrik edib, onlara Azərbaycan xalqına, dövlətinə, qalib Azərbaycan ordusuna və Ali Baş Komandana layiqli zabit olmağı arzulayıb. Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbiçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər. General-Polkovnik Zakir Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib. Sonra Heydər Əliyev adına Hərbi İnstitutunun döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvolları vurulub. Heydər Əliyev adına Hərbi İnstitutunun məzunlarına diplomlar təqdim olunub. Kursantlar hərbi orkestrın müşahidə ilə Hərbi İnstitutunun marşını ifa ediblər. Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçid olub.